olmuş bütün şehitlerimizin hürmetlə ehtiramla yad edirəm, qazilərimizə can sağlıq edirəm və bugünkü qonaqlarımız və ümumilikdə Azərbaycan xalqı və düşünürəm ki, bütün Türk dünyasını əldə etdiyimiz zəfər münasibətilə təbrik edirəm. Doğrudan da çətindir Pərvin xanım, hər dəfə bu mövzuya qayıtmaq bizim üçün çətindir, çünki içindən keçişik, yəni mübarizə yolunu keçib gələn Sevinç xanım dolayır insanları. Hər zaman heyecanla yaşayırıq ki, bir vaxt gələcək ki, biz də rahat yaşayacaq, o zəfər olacaq, çünki biz həm öz həyatımız üçün vuruşurduq, həm də Qarabağ üçün. Doğrudan da çox çətin, məşəqqətli bir yolu keçmiş şəxsləri, biz şəhid ailələri, xüsusilə hərbiçi ailələri. Mən düşünürəm ki, zəfər yalnız torpaqların işğaldan azad edilməsi deyil, zəfər bizim mücadiləmizin, mübarizəmizin nəticəsidir, zəfər bizim birliyimizin, birgə ruhumuzun nəticəsidir, zəfər bizim qətiyyətimizin nəticəsidir. Mən həmişə qürurla və özümə borc verərək Polad Həşimovdan danışıram və danışmalıyam, çünki Polad Həşimov zəfərin başlanğıcı idi. Çox tarixli bir faktı və maraqlı bir faktı danışmaq istəyirəm sizə. Bilirsiniz ki, aprel döyüşləri aprelin birindən ikisindən keçən gecə başladı və Sevinç xanım Daryaş xatırlayıb o günləri bizim hər birimizin həyatının, necə deyim, düzdür, Polad Həşimov o zaman döyüşlərdən sağ-salamat çıxdı, amma həyatımızın dönüş nöqtəsi idi. 4 gün davam etdi və çox ağır orada müharibə baş vermişdi, çox böyük ərazilər geri qayıtmışdı, çox gidoğullarımızı itirmişdik. 4 gündən sonra aprelin 4-də döyüşlər dayandı və bir neçə gündən sonra Polad Həşimov evə gəldi. Biz də onda Bərdə şəhərində yaşayırdıq və yola qaçdıq onu qarşılamağa. Gördüm ki, uzaqdan gələn Polad deyil, başı sinəsini yenib, çiğinləri aşağı yenib, hamısı kilisi həmişə onu dik görürdük, məğlub görmüşdük, qürurlu görmüşdük, amma bu dəfə o həqiqətən də görmüşdü, həmin adam deyildi. Gəldi, oturdu, dəqiqələrlə danışmadı. Bilirdim ki, onun bu xarici, bu zahiri görünüşünün altında yatan səbəb onun böyük müharibədən çıxması deyil, o qarqaradan çıxması deyil. Çünki o qədər cəsur insan idi ki, onlar, yəni Sevinç xanım idi, onlar heç nədən qorxmurdular. Qanundan qorxmurdular, ölümdən qorxmurdular. Onların gözünün qabağında onların çox iyi əsgərləri şəhid olmuşdu və ki, onların ocağında gözlərini həyata yummuşdular, qardaşları şəhid olmuşdu. Onların qorxudan bu deyildi. Bəli, onlar kəllərin içlərində sıxıb yenə də yurulu durmaq bacarırlar. Mən bilirdim ki, səbəb başqadır. O danışacaq, nəsə deyəcək. Və dəqiqələrcə o da susdu, biz də susduq, heç birimiz ondan heç nə soruşmadıq. Təsəvvür edir ki, müharibədən gəlmiş bir adamdan söhbət edir. Və o sonra yavaşca başını qaldırıb dedi ki, heç 2 ay çəkməz ki, biz torpaqlarımızı işğaldan azad edə bilərdik. Yəni, onun heysisləndiyi torpaqların geri qayıtmaması idi aprel döyüşlərində. Yəni, mən onda düşündüm ki, nə mənim qarşımdakı qəcaman, nə o səngərdəki oğullar dayanan deyildir, sakitləşən deyildir. Bu, bizi qabaqda çox böyük tarixi məqamlar gözləyir. Nələrsə baş verəcək, yəni, aprel döyüşləri son deyil. Hələ biz çox şey görəcək ilərdə və çox böyük tarixi bir an yaşayacaq. Orada daha çox mən əmin olmuşum. 4 gün davam edən aprel döyüşləri, 4 gün sonra 14 il tarixində baş verən Tovuz döyüşləri və generalın şəhid olması, bunlar artıq Azərbaycan xalqının bilirsiniz ki, ayağa qaldıran bir məqam idi və hətta Cənab Prezidentin hiddətini də xatırlayırsınız, həmin anlarda o çıxdı və dedi ki, bu artıq sondur, biz qisas alacaq, artıq torpaqlarımızı geri qayıtdırmaq vaxtı gəlib çatır. Çünki biz 30 il ərzində istəmirdik qanun götürsün, itkilər olsun, amma artıq biz buna vadar olduq. Yəni, geri gələndə biz gücümüzü də göstərməyə bacaran bir xalq, bir dövlət idik. Və həqiqətən də 44 gün ərzində biz müharibəni qazandıq və Polad Həşimovun dediyi oldu. Yəni, 2 ay çəkmədik ki, biz torpaqları geri qayıtdıq. Doğrudan da düşünürəm ki, biz böyük xalqlar çox güclü və biz əslində dünyaya sübut elədik ki, Qarabağ həqiqətlərini dünyaya qəbul edildik və dünyaya haqq ədaləti çatdıra bildik, özümüzü sübut elədik biz. Bunu birliklə əldə etdik, şəhidlərimizi, qazilərimizi qanı ilə, canı ilə, xalqın birliyi ilə, ordunun gücü ilə və Cənab Prezidentin Ali Baş Komandanlığı ilə ən böyük isə Allahın bizə göstərdiyi köməkliyi ilə əldə etmişik bu
zəfəri və bu çox həqiqətən böyük bir zəfərdir. Bunun qədrini bilməliyik və hər birimiz çox güclü olmalıyıq, çox çalışmalıyıq. İstənilən sahədə, harada olursa olsun, mübarizə aparmalıyıq və düşünürəm ki, burada oturan hər kəs hər zaman o daşının bir tərəfində, şiurun bir tərəfində Qarabağ adını yaşadır. Polad adını, şəhidlər adını yaşadır, Vaqif adını yaşadır. İstəməsək, artıq bizim həyatımızın parçasıdır. Səhər ayılanda da, şəxsən mən beləyəm, ayılanda da yadıma ilk düşən Poladlı, şəhidlərdir, Qarabağda, bilmirəm, artıq bütövləşmişik biz o məhvul ilə. Bax, bu unudulmasın, yaşadılsın. Hər birimizə Azərbaycanımızın gələcəyi, zəfərimizin yaşadılması, daim inkişaf edən çiçəklərin Azərbaycan olması uğrunda mübarizədə güc qüvvət bilirəm və düşünürəm ki, hələ biz ilərdə çox zəfərlər əldə edəcəyik. Çünki biz artıq bunu sübut etdik ki, çox güclüyük həqiqətən və bizim gücümüz əsas odur ki, birliyimizdədir, dövlət və xalqın birliyi. Yəni, bu birlikdən çox böyük zəfərlər əldə etmək olar. Yəni, bizim Qarabağ zəfərimiz, inanın ki, kölgədə qoya biləcək zəfərlərimiz gözləyir qarşıda. İnşallah mən buna əminəm və böyük Azərbaycan xalqına güc qüvvət edirəm. Çox sağ olun.